Atası bayrağımızı işğaldan azad ərazilərdə ucaltdı, övladı isə beynəlxalq olimpiyadada. Şəhid Əkrəm Şadmanovun oğlu Araz Şadmanzadə Sidneydə keçirilən riyaziyyat olimpiyadasında qızıl medal qazanıb. O, 15 ölkədən 63 iştirakçı arasında ilk yeri tutub. Azərbaycanın üç rəngli bayrağını beynəlxalq elmi arenada dalğalandıran gənc istedad və qəhrəman övladı Araz Şadmanzadə vətənə qalib kimi döndü. Beynəlxalq riyaziyyat olimpiyadasında qızıl medal qazanan Araz hava limanında şəhid ailələri və yaxın dostları tərəfindən böyük coşqu ilə qarşılandı. Bəzi suallar da var ki, çətin idi, amma onları da yazmaq hər bir çalışan üçün asan gəlir. Gələcəkdə həkim olmaq istəyirəm, amma mən şahmatı sevdiyim üçün ikinci peşə kimi şahmatda düşünürəm. Riyaziyyatla çox çalışıram, riyaziyyatı çox sevirəm. Bununla əlavə şahmat dərslərinə gedirəm, şahmatdan da çox çalışıram. Bu zəfərdə ana zəhmətinin də rolu böyükdür. O, oğlunun qazandığı bu uğurla qürurlanır. Biz qızıl medal gözləyirdik Arazdan, çünki dəfələrlə ölkə daxilində müxtəlif medallar qazanıbdı. Qızıl medalın almasını aldı. Ancaq birinciliyi həqiqətən biz gözləmirdik. İnanın ki, Araz özü də, mən də orada duyğulandıq. Səhnənin qarşısında mənim elə rəsmlərim də var ki, ağlayırdım. Qardaşım Şadmanzadə Arazda qürur duyuram. O bizim fəxrimizdir. Qızıl medalla geri qayıtdı. Ümid edirəm ki, uğurları daim bol olar. Dövlət Sosial Müdafiə Fondu seçim mərhələsində xüsusi missiya ilə iştirak edib. Şəhid ailələrinə dəstək göstərib və müharibə nəticəsində əlilliyi olan şəxsləri beynəlxalq platformada tanıdıb. Araz Əkrəmoğlu Şadmanzadə yüksək nəticə göstərərək qızıl medala layiq görüldü və Avstraliyanın Sidney şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazandı. Və ikinci qürurverici hadisə təbii ki 15 aprel 2025-ci ildə yaşandı. Araz 15 ölkənin 63 iştirakçısının qatıldığı final mərhələsində bütün suallara 18 dəqiqə 22 saniyə ərzində düzgün cavab verərək 100%lik bir nəticə göstərdi və qızıl medala layiq görülərək dünya birincisi oldu. Olimpiyadada GEO ingilis dilinə öz dilində gümüş medal qazanmışam. Çox yaxşı hiss edirəm, çünki gözləmirdim. Elə bildim ki, gedərəm və bura gələrəm. Heç nə qazanmayacağam. Amma mən qazanmışam gümüş medalı. Bu möhtəşəm zəfər Azərbaycan gəncliyinin əzmi, təhsildəki nailiyyətlər və şəhid ailələrinin fədakarlığının təntənəsidir. Şahnun Qasımova, Emin Əhmədzadə, ASTV Xəbər.